Ağlından bir türlü söküb ata bilmədiyin o adam əslində sənə həqiqətən dəyər verir. İndi aranızdakı hər şey qeyri-müəyyən, qarışıq və ya anlaşılmaz görünsə də, bu insanın dönüb dolaşıb zehninə düşməsinin çox daha dərin bir səbəbi var. Bu təsadüf deyil. Canın sıxıldığı, yalnız hiss etdiyin ya da duyğusal olaraq zəif düşdüyün üçün baş vermir bunlar. Daxili aləmində bu bağı canlı saxlayan çox mənalı şeylər var. Bu adam zehnində boş-boşuna ortaya çıxmır. Onu düşünməməyə çalışdığın vaxtlarda belə, dünyanın o kar edici gurultusu səssizləşdiyində və zehnin sakitləşdiyində, o səssiz anlarda süzülüb gəlir sənə. Fikirlərin arasındakı o kiçik boşluqlarda, yuxuya yatmazdan əvvəlki o müdafiəsiz saniyələrdə özünü göstərirlər. Bəzən də adi bir günün tam ortasında heç bir xəbərdarlıq vermədən çıxıb gəlirlər. İşinlə gücünlə məşğul olanda, kimsə ilə söhbət edəndə, güldüyündə ya da sadəcə rahat hiss edəndə, birdən-birə onun üzü gözünün önünə gəlir. Səsi, gülüşü ya da ona aid bir xatirə sən heç çalışmadan sanki öz-özünə içində doğulur. Su kimi axıb gəlir, zorlamadan. Bəlkə bu düşüncələri dəfələrlə uzaqlara itələməyə çalışdın. Bəlkə öz-özünə artıq yola davam etmə vaxtının gəldiyini, onu düşünməyin sənə heç bir fayda vermədiyini dedin. Aranızdakı o baş qatışıqlığını, o aşılmaz məsafələri ya da o ağır səssizliyi özünə xatırlatdın. Zaman-zaman öz ağlından belə şübhə etdin. Acaba gerçəkdə olmayan bir şeymi beynimdə qurdururam, yoxsa boş yerə bir ümidə mi yapışıram, deyə düşündün. Heç bir şey aydın olmayanda, heç bir şey yerinə oturmamışkən, niyə hələ bu qədər vacibdir deyə özündən soruşdun. Amma nə etsən də ağlını dağıtmaq üçün nə qədər çalışsan çalış, dönüb dolaşıb yenə gəlirlər. Artıq bitdi dediyində belə, bir müddətliyinə özünü çox güclü hiss etdiyində belə, içindəki o səssiz varlıqlarını qorumağa davam edirlər. Bu təsadüf deyil. Səndə bir şeylərin pozuq ya da səhv olduğunun işarəsi də deyil. Bu sənin ilişkiyə ilişib qaldığını, çarəsiz olduğunu ya da buraxmağı bacarmadığını göstərmir. Bu sadəcə hələ həll olunmamış, yarım qalmış bir bağın varlığını göstərir. Dilə dökülmüş olsun ya da olmasın, aranızda duyğusal bir şeylərin hələ nəfəs aldığını sübut edir. Bu cür bağlar məntiq qurulmur. Sadəcə iradə ilə də idarə edilə bilmirlər. Onlar duyğunun, xatirələrin və mənanın bir araya gəldiyi çox daha dərin bir səviyyədə kök salırlar. Kimsə sən heç çəkmə sərf etmədiyin halda zehnində ortaya çıxmağa davam edirsə, bu adətən aranızda tamamlanmamış bir duyğusal enerji olduğunu göstərir. Bir şeylər çox dərindən hiss edilmişdi. Heç vaxt tam olaraq sözlərə dökülməsə belə. Bir şeylər paylaşılmışdı, adını qoymamış olsanız belə. Bu adam sənə çatmasa ya da açıq danışmasa belə səni düşünə bilər. Fikirlər həmişə sözlərlə səyahət etmir. Duyğular həmişə özünü hərəkətlərlə bürüzə vermir. Bəzən insanlar içlərindəki o nəhəng duyğularla nə edəcəklərini bilmədikləri üçün onları səssizcə daşıyırlar. Bəlkə bunun altında əzilirlər, bəlkə qorxurlar ya da qərarsızlıq içindədirlər. Hiss etdikləri qarşısında necə davranacaqlarını bilmədikləri üçün hər şeyi içlərinə atırlar. Ancaq səssiz olmaları içlərinin boş olduğu anlamına gəlməz. Onları heç gözləmədiyin anlarda hiss edə bilərsən. Səbəbsiz yerdən birdən bir duyğu dalğası, bir istilik, bir kədər ya da güclü bir həsrət üstünə çökə bilər. Aranızda fiziki ya da duyğusal kilometrlərlə məsafə varkən belə onlara bağlı olduğunu hiss edə bilərsən. Bu bir xəyal məhsulu deyil. Güclü duyğusal bağlar çox vaxt sətin çox altında, dərinlikdə işləyir. Həmişə aydın qaydalara ya da təqvimlərə tabe olmurlar. Səssizcə varlıqlarını davam etdirirlər. Açıqlaması çətin bir şəkildə düşüncələrin və iç hissləri yönəldirlər. Mən, Kral Jung'un beyni olaraq bunu ürəkdən deyirəm. Belə hiss etdiyin üçün zəif biri deyilsən. Sən sadəcə insansan. Birinə dərindən dəyər vermək, bitsin dedin deyə eləcə yox olub getmir. Ağıl davam et dedi deyə ürək dərhal itaət edib yola düşməz. Mənalı bir şey sənə bir dəfə toxunduqda davamlı bir iz qoyur. Və o iz tamamilə anlaşılana, sağalana ya da dönüşənə qədər orada qalmağa davam edir. Təbii ki, bu bağ sənə sona qədər gözləməli olduğunu ya da öz ehtiyaclarını inkar edəcəyin anlamına gəlmir. Bu sadəcə hiss etdiyin o şeyin nə qədər real olduğunu göstərir. Bu bağın nə qədər dəyərli olduğunu sübut edir. Baş qatışıqlığı sevgini ortadan qaldırmaz. Səssizlik duyğunu silib atmaz. Məsafə həmişə hisslərin yox olduğu anlamına gəlməz.
Bəzən o məsafələr qarşı tərəfin içindəki qorxunu, qeyri-müəyyənliyi ya da o amansız daxili savaşını göstərir. Bəlkə onlardan heç vaxt aydın bir cavab ala bilməyəcəksən. Ya da kim bilir, bəlkə bir gün alarsan. Amma nə olursa olsun, yaşadığın hər şey etibarlıdır. Ağlından keçən o düşüncələr təsadüfi deyil. Hiss etdiyin duyğular heç vaxt mənasız deyil. Bunlar sənə çox dərindən toxunan bir hekayənin parçalarıdır. Əgər bu adam sənin zehnində yaşamağa davam edirsə, bunun tək səbəbi aranızdakı o dəftərin hələ tamamilə bağlanmamış olmasıdır. Bu əbədi belə davam edəcək demək deyil. Sadəcə vacib idi deməkdir. Vacib olan şeylərin qəlbdə durulması, dəmlənməsi vaxt aparır. Özünə qarşı şəfqətli ol, özünü incitmə. Düşüncələrini mühakimə etmə ya da hisslərini tələsmə. Anlamaq çox vaxt yavaş-yavaş gəlir. Və bəzən bir bağın əsl məqsədi əbədi davam etmək deyil, səni dəyişdirmək, sənə bir şeylər öyrətmək və nə qədər dərin hiss edə bilən bir insan olduğunu sənə xatırlatmaqdır. O qarışıqlığın içində belə, o kar edici səssizliyin içində belə bu bağ hələ bir mənaya malikdir. Kimsə zehnini bu qədər dərin və davamlı bir şəkildə məşğul edirsə, bu adətən aranızdakı o duyğusal kordonun qopmadığını, hələ sağ olduğunu göstərir. Artıq heç danışmırsınız da, şərait sizi bir-birinizdən uzaqlaşdırmış olsa da, aranızdakı səssizlik ikinizin də təxmin etdiyindən çox daha uzun sürmüş olsa da, ağlın sadəcə keçmişə yapışmır. Ürək yarım qalmış bir şeye reaksiya verir. Aranızda heç vaxt o aydın sona çatdıra bilmədiyiniz bir şeylər var. Biz insanlar bitmiş, tamamlanmış şeylərdən rahatsız olmuruq. Bizi əsl narahat edən şey ucu açıq qalmış, qeyri-müəyyən və duyğusal olaraq bir nəticəyə bağlanmamış olanlardır. Fərq etmirsən, həyatında gözəl bir şey olduqda dərhal ağlına o gəlir. Kiçik bir qələbə qazandığında, gülməli bir şey yaşadığında ya da gözəl bir mənzərəyə dalanda, qaçıb danışmaq istədiyin ilk adam olaraq o ortaya çıxar. Zehnində günün o ən kiçik, ən adi detallarını onunla paylaşdığını xəyal edirsən. Xaricdən baxanda heç bir əhəmiyyəti yoxmuş kimi görünən, amma sənin üçün dünyalara dəyər olan o kiçik anları. Həyatın nə qədər dolu və tələsik olursa olsun, acaba o indi necə hiss edir deyə merak edirsən. Bəzən sadəcə onun fiziki varlığına yox, onun enerjisinə, duyğusal aləminə və daxili halına doğru izah edilməz, qəribə bir çəkiş hiss edirsən. Bu çəkiş iki adam kilometrlərlə məsafəyə və daş kimi səssizliyə baxmayaraq, duyğusal olaraq eyni tezliyə ayarlandıqda yaşanır. Çox adamın fərq edə bilmədiyi şey budur. Əlaqə qopdu deyə duyğusal bağlar yox olmur. Səssizlik bir bağlantını silib ata bilməz. Araya girən yollar duyğusal bağı ləğv etmir. İki adam dərindən bağlandıqda o bağ alt şüurə möhür vurur. Alt şüur isə bizim bildiyimiz o məntiqlə ya da saatların axışı ilə işləmir. O mənala, duyğu ilə və yarım qalmış məsələlərlə işləyir. Hələ onu düşünürsənsə, içindən bir səs bu hekayənin hələ tamamilə yazılmadığını bilir deməkdir. Bu bağın niyə bu qədər qarışıq hiss etdirdiyinin cavabı da tam olaraq budur. Sadə, düz bir sevgi adətən dərhal aydınlığa qovuşar. Amma uzaq, baş qatışdırıcı ya da təxirə salınmış kimi hiss etdirən o sevgilər çox vaxt qorxu ilə arzu arasındakı o nazik, təhlükəli xəttdə yaşayır. İkinizdən biri ya da hər ikiniz qorxa bilərsiniz. Yaralarınızı açmaqdan, müdafiəsiz qalmaqdan, dəyişməkdən, keçmişdəki o köhnə ağrıları təkrar yaşamaqdan ya da belə qeyri-müəyyən və çətin görünən bir şey istəməkdən qorxa bilərsiniz. Amma qorxu sevgini silmir. Sadəcə təxirə salır, gizlədir. Yaxın olmaq üçün can atarkən, bu yaxınlıq çox riskli gəldiyində araya uçurumlar çəkir. İçini yeyir, əminəm. Mənə sevirsən niyə heç bir şey etmir? Niyə mənə çatmır? Niyə bu qədər səssiz qalır deyə soruşub durursan. Sevgi həmişə düz bir xəttdə irəliləmir, gözəl dostum. Bir çox adam duyğularını sümüklərinə qədər hiss edir. Amma o hisslərlə nə edəcəyini, necə addım atacağını bilmir. Kimi adamların ürəyi zirehli olur. Kimiləri keçmişdən gələn o ağır, qanayan yaraları sırtında daşıyır. Bəziləri məsuliyyətləri ilə arzuları arasında sıxışıb qalıb. Kimiləri içində böyüyən bu sevgiyə özünü layiq görmür. Kimiləri isə o addımı atmadan, sənə yaxınlaşmadan əvvəl öz içlərindəki dağıntını yığışdırmaq lazım olduğuna inanır. Zehin ürəyin həll edə bilmədiyi düyünlərə daimi geri qayıdır. İşte buna görə sən sakitlənib səssizliyə büründüyündə ya da duyğusal olaraq qardına endirdiyində birdən zehninin ortasında bitirlər. Gecə olub da səni oyalayan hər şey aradan çəkildikdə alt şuur daha uca səslə danışmağa başlayır. Gündüz vaxtı bir anlığına daldığında qardın düşdüyündə də eyni şey olur. Bu sən zorla ağlına gətirdiyin bir düşüncə deyil, öz-özünə cücərir. Bu
Bu detalı unutma. Dəvətsiz gələn düşüncələr çox vaxt duyğusal aləmimizin ən dərin qatlarından sızdırıb gəlir. Sətin altında olub bitən başqa bir şey daha var əslində. Onu düşündüyündə sadəcə onun kim olduğunu düşünmürsən. Eyni zamanda ona bağlı ikən sənin necə biri olduğunu da düşünürsən. Bəzi adamlar içimizdə başqalarının yanındaykən qış yuxusuna yatan parçalarımızı oyadırlar. Bizə çox tanış, çox mənalı və ya həyəcanlı hiss etdirən bir əksimizi təqdim edirlər. O əksimizə olan girişini itirmək sanki ruhundan bir parça qopmuş, əskikmişsən kimi hiss etdirir. İşte buna görə duyduğum bu həsrət sadə bir çəkimindən çox daha dərin, çox daha can yandırıcıdır. Bir-birinə dəyər verən iki adam arasındakı məsafə adətən sevginin əskikliyindən yox, vaxtın düzgün gəlməməsindən, qorxunun da o daxili savaşların yola daş qoymasından qaynaqlanır. İkinizi də geridə saxlayan, addım atmağınızı maneə törədən bir şeylər olduğunu hiss edə bilərsən. Sənə bunu deyim, bu hissin çox vaxt düz xəttə vurur. Duyğular həllə çatmadan içəridə qaynamağa davam etdikdə, ruh bu bağlantını ta ki bir mənal tapana ya da o dəftəri bağlayana qədər canlı saxlayır. Bəzən duyğusal bir arafda qaldığını da hiss edə bilərsən. Bir gün özünü qaya kimi möhkəm və tamamilə qopmuş hiss edərsən. Amma ertəsi gün ufacıq bir detal bütün o seli geri gətirir. Bu dalğalanmalar çox normaldır. Bu bilincli zehnin səni qorumaq üçün sipər qazarkən, duyğusal zehninin hələ o ipə möhkəm yapışdığı anlamına gəlir. Və bu iki tərəf həmişə eyni masada razılaşa bilməz. Sağalmaq demək özünü unutmağa məcbur etmək demək deyil. O bağın niyə orada olduğunu və səndən əslində nə istədiyini anlamaq deməkdir. Bəzən bu bağ orada durur çünki alınacaq bir dərs vardı. Bəzən durur çünki deyiləcək sözlər hələ bitməyib. Bəzən də durur çünki iki adam da yavaş-yavaş eyni duyğusal gerçəyə doğru yetkinləşir. İkisi də eyni anda hazır olmasa belə unutma. Duyğusal vaxtın saatı hər kəsə eyni qurulmur. Əgər onun səni sevdiyini hiss edir, amma hələ o aşılmaz məsafəni saxladığını görürsənsə, böyük ehtimalla öz içində qanlı bir savaş verir. O da sən hiss etdiyin o çəkimin eynisini hiss edə bilər. Səni təxmin etdiyindən çox daha çox düşünə bilər. Acaba sən də hələ ona dəyər verirsən deyə merak edir. Amma sənə doğru bir addım atmaq əvəzinə dayanır. Bu dayanma adətən itirmə qorxusundan, rədd edilmə qorxusundan ya da indiki həyat düzəninin alt-üst olacağı qorxusundan qidalanır. Aşk həmişə güm-güm gəlirəm deməz. Bəzən o dərin səssizliklərin arxasına gizlənir. Bəzən ehtiyat divarlarının arxasında gözləyir. Bəzən də küncünə çəkilib səssizcə izləyir. Doğru anın gəlməsini ümid edir. Ortada bir hərəkət olmaması həmişə duyğunun da olmadığı anlamına gəlməz. İndi ən vacib şey nəticəni idarə etməyə çalışmaq deyil. Vacib olan bu bağın sənə özün haqqında nə göstərdiyini anlamaqdır. Bəlkə sənə səbr öyrədir. Bəlkə öz dəyərini fark etməni təmin edir. Bəlkə də sənə artıq qovuşmağı buraxıb güvənməyə başlamağı fısıldayır. Ya da kim bilir, səni o aydın cavabı alacağın günə hazırlayır. Bu aydınlıq istər qovuşaraq, istərsə də tamamilə vaz keçərək gəlsin. Belə hiss etdiyin üçün heç vaxt axmaq deyilsən. Onu düşündüyün üçün zəif deyilsən. Sən sadəcə səthi məntiqin ötəsində yaşayan bir bağa qarşılıq verirsən. Zehin bunu məntiqinlə çürüdüb atmağa çalışır, amma ürək onu gördüyü an tanıyır. Həqiqətən vacib olan bir şey asanca silinib getmir. Kral Jung'un beyni olaraq bunu heç vaxt unutmamanı istəyirəm. Sənin qismətin olan, sənin üçün yazılmış olan şey daimi bir savaş verməni tələb etmir. Bəli, səbr istəyə bilər, amma səndən heç vaxt özünü fəda etməni, özündən vaz keçməni tələb etməz. Bu bağ, istər ələ tutulan real bir hekayəyə dönsün, istər yavaş-yavaş solub getsin, səni indi tam olaraq görə bilmədiyin formada yonur, formalaşdırır. Onlar da bir gün o aşılmaz deyilən məsafələr bağlansa, bu ikinizin də nəhayət heç bir qorxu duymadan görüşməyə hazır olmağınızdan qaynaqlanacaq. O gün gələnə qədər yaşadığım bu şeyin çox dərin bir mənası olduğuna güvən. İndi o mənanı tam olaraq çözə bilməsən belə. Birini dönə-dönə düşündüyündə, səhər gözünü açdığından, gecə başını yastığa qoyana qədər
varlığı zehnini məskən tutduğunda, adətən sətin altında səssizcə axan bir bağ vardır. Çox vaxt onlar da səni düşünürlər. Bunu heç vaxt uca səslə dilə gətirməsələr də, hətta bunu özlərinə belə tam olaraq etiraf edə bilməsələr də, bəli, o sözlər dodaqlardan heç tökülməsə belə, səni sevirlər. Sevgi həmişə özünü gözə soxaraq göstərməz. Həmişə aydın hərəkətlərlə, cəsur addımlarla və ya özündən əmin qərarlarla gəlməz. Bəzən sevgi özünü sadəcə səssizliyin içində var edir. Bəzən gözləmədə özünü göstərir. Bəzən o özünə hakim olma, geri durma halında gizlənir. Ağlından bir türlü ata bilmədiyin o adam sənə qarşı çox, amma çox dərin bir sevgi bəsləyə bilər. Bu sevgi köklü, yayılıb yayılan və son dərəcə sarsılmaz ola bilər. Amma sevgi həmişə irəli doğru addım atmağa hazır olduqları anlamına gəlməz. Hazır olmaqla sevmək eyni tərəzdə çəkilməz. Kimsə səni bütün ürəyi ilə, ruhu ilə sevə bilər. Amma yenə də sənə bir addım belə yaxınlaşacaq o qüvvəti, o cəsarəti özündə tapa bilməz. Sanki sən onun üçün çox yaxşısan, çox safsan, ya da ona nisbətən çox daha tamamsan kimi hiss edib, özünü sənə layiq görməyə bilər. Aranızdakı bu bağın nə qədər qırılqan və nə qədər qiymətli olduğunu bildiyi üçün, səni incitməkdən, yaralamaqdan ölürcəsinə qorxa bilər. Bəlkə də vaxtın başdan əvvəl səhv olduğuna, həyatın indi ikiniz üçün də çox qarışıq olduğuna, ya da şəraitin bir türlü arxanızı buraxmadığına inanır. İçlərində heç qabıq bağlamamış o köhnə yaraları daşıya bilərlər. Keçmiş münasibətlərindən qalan ağrılar, boğazda qalmış həvəslər, arxadan vurulmalar, ya da içlərində hələ qanamağa davam edən itkilərin yükü ilə savaşa bilərlər. Sənə biraz daha yaxınlaşsalar, səni tamamilə itirəcəklərindən qorxa bilərlər. Buna görə sənə doğru qaçmaq əvəzinə olduqları yerə mıxlanırlar. Sənə əllərini uzatmaq əvəzinə geri çəkilirlər. Hiss etdikləri o böyük sevgini etiraf etmək əvəzinə içlərində böyük bir sir kimi gizlədirlər. Bunu az hiss etdikləri üçün etmirlər. Əksinə, daşıya bilməyəcəkləri qədər çox hiss etdikləri üçün edirlər. Duyğular səthi olanda adamlar heç düşünmədən başı soxulub çıxar. Hisslər yüngül olanda risk almaq uşaq oyuncağıdır. Amma aşk həqiqətən gerçəyə döndüyündə, o adamın içindəki ən gizli otaqlara toxunduğunda, işte o zaman addımlar yavaşlayır. Adamlar ehtiyatlı olurlar. Qorxu zehinlərinə o zəhərli sualları pıçıldamağa başlayır. Qorxu qərarlarına yön verməyə, ipləri əlinə almağa başlayır. Sevgi adi və elə belə olduqda, adamlar çox rahat hərəkət edirlər. Heç vecinə almadan mesaj atırlar. Qram qorxu duymadan danışırlar. Sonunu düşünmədən qəhrəman kimi atılırlar ortaya. Amma sevgi həqiqətən bir mənaya gəldiyində, bütün həyatlarını alt-üst edib başdan yaza biləcəyini hiss etdiklərində, işte o zaman əyləci basırlar. Ortadakı qumbarın nəyi itirə biləcəklərinin fərqinə varırlar. Məsuliyyətləri düşünməyə, bunun təsirini çəkməyə, nələrin tərs gedə biləcəyini hesablamağa başlayırlar. Sadəcə özlərini yox, qarşılarındakı o dəyərli insanı da qoruma qalxanını alırlar. Bir çox adam ortada bu qədər böyük bir sevgi varkən, araya necə uçurumlar girə biləcəyinə təəccüblənir. Bu uçurum duyğu əskikliyindən açılmır. O uçurumu qazan şey adamın içindəki o böyük savaşdır. Ürəklərinin bir yarısında səni sümüklərinə qədər hiss edirlər. Varlığını, enerjini, həyatlarındakı o böyük yerini. Amma digər yarısında təzyiqi, o ilkin qorxunu, məsuliyyətin ağırlığını və şübhəni daşıyırlar. Bu iki tərəf bir-birini o qədər sərt çəkir ki, ortaya dözülməz bir gərginlik və böyük bir baş qatışıqlığı çıxır. Öz-özlərinə daimi o ağır sualları sorup dururlar. Ya ona layiq olduğunu verə bilməsəm? Ya onu xəyal qırıqlığına uğrataram? Ya bu qədər gözəl olan bir şeyi öz əllərimlə məhv edərəm? Ya hələ tam olaraq sağala bilməmişəmsə? Ya keçmişin o qaranlıq kölgələri bu münasibətdə də arxamı buraxmazsa? Ya ona yaxınlaşmaq, hər şeyi gözəlləşdirmək əvəzinə daha da çıxılmaz bir hala gətirərəm? Ya duyğularımın nəzarətini tamamilə itirərəm? Ya sonunda onu əbədi itirərəm? Bu suallar vecinəsizlikdən doğmuş. Əksinə, çox vecinə olmaqdan, dəli kimi dəyər verməkdən doğur. Aşkın o ağır bədənini, o yükünü çox yaxşı bilməkdən gəlir. İşte buna görə məsafəni bir qalxan olaraq seçirlər. Səndən qorunmaq üçün yox, öz içlərində qopan o fırtınalı duyğulardan qorunmaq üçün. Səni istəmədikləri üçün yox, səni bu qədər çox istəmənin altında əzildikləri üçün geri addım atırlar.
Bəzən araya o divarları örmək, onlara çox böyük gələn bu duyğularla başa çıxa bilmək üçün bildikləri yeganə yoldur. Bəlkə də birinə etibarlı şəkildə sevməyi heç öyrənə bilmədilər. Bu qədər vacib, bu qədər dəyərli bir əmanəti qorumaq mövzusunda özlərinə zərrə qədər güvənmirlər. Danışıb da hər şeyi risk atmaqdansa, susub o küncdə oturmağın çox daha təhlükəsiz olduğunu özlərini inandırıblar. Səssizlik müdafiəsiz qalmaqdan daha asan gəlir. Uzaq durmaq yaxın olmağın gətirəcəyi oddan daha təhlükəsiz hiss etdirir. Bu cür bir sevgi gözləyən adam üçün tam bir işgəncədir. Ağlını qarışdırır, özündən şübhə etməyə yol açar. Acaba aramızdakı bu bağ həqiqətən var idi, yoxsa hamısını öz beynimdə mən mi qurdum, deyə sorğulatdırır. Amma həqiqi aşk həmişə o filmlərdəki kimi mükəmməl şəkildə səhnəyə çıxmır. Bəzən qırıq-sınıqdır, bəzən tərəddüd içindədir və çox vaxt da ölürcəsinə qorxudur. Bəzən məntiqin və ucuz dəhanələrin arxasına gizlənir. Bəzən hərəkətə keçmək əvəzinə sadəcə oturub gözləməyi seçir. Səni o qədər dərindən sevib də səndən uzaq duran o adam hər gün öz içində parça-parça edilir. Əslində gözünü açdığında ilk sən düşürsən ağlına. Gecə yuxuya dalarkən son düşündüyü yenə sən olursan. Ən səssiz, ən tənha anlarda adın səslənir zehnində. Kirnə danışıqlarınızı bir film şeridi kimi təkrar-təkrar izləyirlər. Nə ola bilərdi? Necə bir həyatımız ola bilərdi deyə xəyallara dalırlar. Və sonra o lənət olası qorxu gəlib onları yenidən yaxa-paça geri çəkir. Sən bunu heç vaxt görməsən də, bu daxili dalğalanmalar onların ruhunu əmir, onları tükədir. Sənə bir sevgi təqdim edə bilmək üçün əvvəlcə öz dağıntılarını yığışdırmaları lazım olduğuna inana bilərlər. Daha güclü, daha ayaqları yerə basan, daha tam bir insan olmaları lazım olduğunu hiss edə bilərlər. Sənin bu həyata və özünə daha hazır birini haqq etdiyini düşünə bilərlər. Buna görə bir kənara çəkilirlər. Aradakı məsafənin həm səni, həm də özlərini qoruyacağını ümid edərək. Amma cilovlanan, geri çəkilən sevgi eləcə yox olub getmir, qalır. Səssizcə kök salıb böyüyür, gözləyir. O kar səssizliyin içində belə var olmağa davam edir. Arada dağlar olsa belə mövcudluğunu qoruyur. Sevgi həmişə bir qovuşma oyunu deyil, bəzən sadəcə özünü saxlamaqdır. Bəzən sevgi birinin səni ürəyinin ən gözəl küncündə gizlədiyi halda hər gün öz qorxuları ilə ölümünə savaşmasıdır. Əgər bu bağı hiss edirsənsə, bu dilə dökülməmiş möhrü duya bilirsənsə, xəyal filan görmürsən. Dərin duyğusal bağlar çox vaxt sözlərin və hərəkətlərin çox ötəsində yaşayır. Onları enerjidə hiss edirsən, düşüncələrində hiss edirsən. O güclü sezgilərdə hiss edirsən. Və bəli, aradakı məsafə canını çox yandıra bilər. Amma bu həmişə aşkın bitdiyi anlamına gəlməz. Bəzən bu aşkın tam da orada dayandığı, amma cəsarətin hələ o aşka yetişmədiyi anlamına gəlir. Zamanla o daxili savaşlar sakitlənə bilər. Qorxu boğazına sarılan o pəncələrini boşada bilər. Yaralar yavaş-yavaş qabıq bağlamağa başlaya bilər. Və bu olduqda o bitmək bilməyən məsafələr birdən-birə bağlana bilər. Amma bağlansa belə bir həqiqət dəyişməz. Sevgi çox qarışıqdır. O sadə qaydalara boyun əyməz, düz bir yolda getməz. Bəzən dayanır, nəfəs alır, gözləyir və sadəcə izləyir. Nəhayət bir addım ata biləcək qədər təhlükəsiz hiss edəcəyi o anın gəlməsi ümidi ilə məsafə duyğusal bir çöküşü riskə atmadan səninlə səssizcə bağda qala bilmələrinin yeganə yoluna çevrilir. Duyğular boğucu bir hal aldıqda irəli doğru addım atmaq əvəzinə geri çəkilmək onlara həmişə daha təhlükəsiz gəlir. Vecinə olmadıqlarından yox, sadəcə çox vecinə olmaq indi onlar üçün cəhənnəm kimi təhlükəli hiss etdirir. Buna görə uzaqlaşmaq bir qalxana, bir fasiləyə, nəzarəti tamamilə itirmədən nəfəs ala bilməyin bir yoluna çevrilir. Amma sənin üçün o məsafə bıçaq kimi kəsərli və güllə kimi ağırdır. Sən aradakı o uçurumu dünyadakı çox adamın hiss edə biləcəyindən çox daha güclü, çox daha yandırıcı hiss edirsən. Və bunun bir səbəbi var. Çünki sən duyğusal dəyişikliklərə qarşı çox həssassan. Birinin sadəcə orada, yanında olduğunu fark etməklə qalmırsan. Sən onların yoxluğunu da sümüklərinə qədər hiss edirsən. Sən səssizliyi sadəcə fark etmir, onu əslində yaşayırsan. Sinənin tam ortasında, düşüncələrinin arasında,
Zehninin dönüb dolaşıb eyni adama ilişib qaldığı o ıssız anlarda o səssizliyi qəlbində hiss edirsən. İşte buna görə aradakı bu məsafə onlardan çox sənin canını yandırır kimi görünür. Onların o geri addım atdığı, çəkildiyi anı hüceyrələrinə qədər hiss edirsən. Deyilməmiş bir şeylər havada asılı qaldığında bunu dərhal duyursan. O enerjinin dəyişdiyini, o istiliyin yerini buz kimi bir ehtiyata buraxdığını, aranızdakı bağın sanki boşluqda yerləndiyini dərhal fark edirsən. Və işte o anlarda aşk niyə bu qədər ağır, bu qədər baş qatışdırıcı və belə yarım qalmış hiss etdirməlidir deyə içindən isyan edirsən. Amma Kral Jung'un beyni olaraq səni anlamalı olduğun çox, amma çox vacib bir şey demək istəyirəm. Ən güclü, ən dağılmaz bağlar adətən o ən uzun, ən kar edici səssizliklərin içindən keçərək böyüyür. Zəif olduqlarına görə yox, qırılıb sınmadıqlarına görə yox, hələ bitmədikləri, yarım qaldıqları üçün. Bəzi bağlar elə bir anda silinib gedə bilməyəcək qədər dərinə kök salıb. Təmiz, hamar şəkildə bitib gedə bilmirlər. Ortada dolaşırlar, gözləyirlər. Zamanın və səssizliyin içində yayvaraq, quru cavablar əvəzinə sadəcə anlaşılmağı gözləyirlər. Aranızdakı o böyük boşluq bağın qopduğu anlamına gəlməz. Sadəcə o boşluğun içində bir şeylərin hələ formalaşdığını, pişdiyini göstərir. Aranızda daimi bir şeylərin deyilməsinə ehtiyac duymayan bir hal var. Mesajların, telefon danışıqlarının və uzun-uzadı açıqlamaların çox ötəsində yaşayan, səssiz amma dağ kimi duran bir bağ var. İşte tam da buna görə radioda çalan təsadüfi bir mahnı onu birdən zehninin baş küncünə oturda bilir. İşte buna görə sadəcə adını eşitmək belə içindəki o böyük duyğu okeanını saniyələr içində alt-üst etməyə bəs edir.